Bugün dekabrın 7-sində Respublikanın əl oyunları sarayında Neftçi klubunun veteranları estradamızın ulduzları ilə qarşılaşırdı. Oyunun ilk dəqiqəsindən oyunun sonuncu dəqiqəsinə kimi biz başa düşmədik. Biz konsertə gəlmişik, yoxsa mini futbola. Hepsi başka yerden gelir. Bəs oyun haqqında ilk dəqiqələri nə deyə bilərsiniz? Oynaya bilmirlər. Kim oynaya bilmir? Onlar oynaya bilmirlər. Cavan müəllim, siz oyuna biraz geciktiniz və formanızı biraz dəyişik giydiniz. Bilirsən, mən bilmədim ki, akası mənə deyiblər ki, bizə çəkmə verəcəklər Neftçinin futbolçuları. Gəldim bura, gördüm ki, yox, çəkmə də yox. Getdim gənə də evə. Oradan çıxartdım, o görürsünüz, əla butsu var, görürsünüz. Maşallah, indi giydim, maşallah formadayım, indi çıxıcıyım, bir daha da gol vuracağım. Siz formanı biraz dəyişik giydiniz. Necə? Dəyişik giydiniz formanı. Yox, getdim, o da yerimiz var da. Mən şortu deyirəm. Şortu? Şortu biraz dəyişik giydiniz. Yox, düz geyinməlisiniz. Vay. Orada gedim, tez onu gedim. Неправильно diyor. Vay. Хорошо, ничего, onu da düzəldəcəyəm, darıxma. Müvəffəqiyyətlər. İnşallah hamısı düz olacaq. Nizami cəmaat baxır, yaxşıdır da, poнимаешь. Yaxşı cəmaatın içində mən hardan idi, burada turistik çıxardı. Yox, belə şey olmaz. Yaxşı, geç, o belə. O maykanı belə edir. Caman sen oynamaya gelsin, interview vermeyeyim. Yok. Oynamaya gelsin, interview. Akarsa turistik düzdüm, bilməmişim. Müəllim, siz özünüz seçdiniz 13 nömrəni. Yox, mən istədiyim nömrə 13 nömrədir, ona görə 13 nömrə mən götürdüm. Bəs sizcə bu nömrə sizə bu oyunda nəsə gətirəcək, yəni ki, qalib gətirəcək? Yox, bu oyun şovdur, ona görə bu oyunda qalib müəyyən eləyib yox, bu oyun elə belə özümüz üçün, bu cəmaata göstərmək üçündür bu oyun, azarkeşlərə. Sizə arzu edirəm ki, həmişə lider olasınız. Özünüz görürsünüz ki, 3-2 hesabıyla hələ ki biz qabaqdayıq. Cavan Zeynal, mən indi çıxacağam. İndi hesab 3-2'dir, bilmirəm nə, mən vuracağım, biz udacağıq. Çünki biz həmişə liderik. Mən Yasmoy Korolevski gol должен забить. Korolevski должен gol. Səməd müəllim, bəs niyə 13 nömrəni seçdiniz? Герд Мюллер. Самый в свое время сильный игрок германской Баварии, сборной 13. Və 13 nömrə mənə düşür. Müvəffəqiyyətlər. Məndə də 14'dür. Görürsən Padriat gedirim. Məndə 14. Artıq dəyişdiniz formanı. Mənə 14 düşür. Forma dəyişdiniz. Kimə 13 düşür, mənə 14. Dəyişdim, düzəltdim. Hamısı normaldır, öz qaydasında. Baxaq biraz futbola. Baxaq. Yaşar, birinci hissədə sən qapıda durdun, yəni ki, komandada qapıçı yox idi, sən qapı həttini durmağa başladın. Öyrənirik də, qapıçılığa da lazımdır öyrənmək də, bu yaşında ki, qapıçılıq eləmək lazımdır. Ona görə yalnız. Oyun haqqında nə deyə bilərsin? Oyun çox maraqlı gedir, estrad ulduzlar yaxşı oyun görsədirlər. İkinci hissə qabağdadır. Siz yaxşı oyuncusunuz, yoxsa estrada ulduzlar? Estrad ulduzlar da pis oynamırlar. Kim qalib gələcək? Dostluq. Neftçi komandası köbut oynayır bu oyunda, yoxsa? Yox, Neftçi komandası köbut oynayır. Eldar Mansurov zədə aldı, indi də siz zədə aldınız. Yox, mən zədə aldım, o mənim öz günahımdır. Çoxdan idmanla məşğul olmağa imkan yoxdur. Bu yəqin onun səbəbləridir. Amma ki, komanda bizə qarşı çox böyük hörmətlə oynayır. Bizə
nəzərə alır ki, biz mədəniyyətlə məşğul oluruq, idmançıdır və bizi çox qoruyurlar, çox sağ olsunlar. Bu oyunda kim yaxşı oynayır? Neftçi yoxsa siz? Mənə elə gəlir tamaşaçılar bizdən yaxşı oynayır. Asım müəllim, oyunda hakimlik etməyə çətindir, yoxsa oyun oynamaq, futbol oynamaq? Yox, futbol oynamaq yəqin ki asandır. Çünki futbol oyunu kollektiv oyundur. Amma hakimliyə gələndə hakim deməli oyunda bütün oyunu deməli nəzərdə saxlamalıdır və necə deyim, qayda-qanuna riayət etməlidir. Neftçi komandası haqqında nə deyə bilərsiniz? Yəni ki, onlar öz gücünü hələ ki göstərməyib. Centilmen oynayırlar, kobud oyun yoxdur. Dost kimi oynayırlar, amma çox professionaldılar bizə nisbətən. Bəs kim qalib gələcək? İnşallah biz onlardan daha yaxşı oynayırıq bugün. Nasperi olmalı idi baş məşqçi axı. Bəxrav. Nasperi olmalı idi baş məşqçi. Bəs Nasperi niyə gəlmir? Sonra siz nəinki ilk dəqiqədən sonuncu dəqiqəyə kimi meydanda oldunuz, hətta sonuncu topu da vurdunuz. Sizcə böyük futbola qayıtmaq sizin fikriniz var yoxsa yox? İcazə versələr qayıdardı. Onda son dəqiqəyə görə mən o poledə olduğuma görə, mən həmişə poledə olmuşam. Zamiyyədə olmamışam. Ona görə mən istəyirəm ki, paslarını poledə olum. Mən poledə olanda maraqlı olur ona görə. Bəs böyük futbola qayıtmaq fikriniz var? Bəli, bu yaxında qayıdacağam. Eldar müəllim, oyun haqqında nə deyə bilərsiniz və nəticədən razı qaldınız yoxsa yox? Nəticə prinsip udmalı idi. Biz də yazığımız gəldi. Buraxdı biraz onlar üçün. Yaxşıdır da, hörmətli adamlardır. Hər halda onlar peşəkardır, biz belə də. Artıq oyun xoşumuza gəldi. Yato işlər, istəsənlər var. Neftçinin oyunu sizin xoşunuza gəldi. Bu Neftçinin oyunu xoşuma gəldi. Təzənki yox. Я извиняюсь, честь организатора Бахрама и Чайхуна. Гибки! Ура! Гибки! Ура! Гибки! Ура! Yetti vakit sadık ol. 8 Abdülgani Nurlanlar ol. 9 11 Valeri Asriye. 13 Oktay Abdullahi.
dəfəsi başqa yerdən gəlir. Siz onun haqqında ilk dəqiqələri nə deyə bilərsiniz? Oynaya bilmirlər. Kim oynaya bilmir? Onlar oynaya bilmir. Nəfəsini sən. Sən də burada, sən sabahı xeyir.
Getdi kamera. Oktay müəllim, siz özünüz seçdiniz 13 nömrəni, yoxsa belə düşdü ki, bu nömrə yalnız sizə düşdü? Yox, mən istədiyim nömrə 13 nömrədir, ona görə 13 nömrə mən yükləyirəm. Bəs sizcə bu nömrə sizə bu oyunda nəsə gətirəcək, yəni ki, qalib gətirəcək? Yox, bu oyun şov və ona görə bu oyunda qalib müəyyən elli belməyə yox, bu oyun elə belə özümüz üçün bu cəmaata göstərmək üçündür bu oyun. Azarkeşlərə. Sağ olun, uğur varsın. Sağ olun. Yaşarı olar, yaşarlar. Birinci hissədə Yetti? Yaşar, birinci hissədə sən qapıda durdun, yəni ki, komandada qapıcı yox idi, sən qapı ətini durmağa başladın. Öyrənirik də, qapçılığa da lazımdır öyrənmək də. Bu yaşında ki, qapçılıq eləmək lazımdır. Ona görə yalnız. Onun haqqında nə deyə bilərsən? Oyun çox maraqlı gedir. Estrada oyuncular yaxşı oyun göstərirlər. İkinci hissə qabaqdadır. Siz yaxşı oyuncusunuz yoxsa Estrada oyuncular? Estrada oyuncular da pis oynamırlar. Kim qalib gələcək? Dostluq. Neftçi komandası kobud oynayır yoxsa? Bəli? Neftçi komandası kobud oynayır bu oyunda yoxsa? Yox, Neftçi komandası kobud Çünki Eldar Mansurov zədə aldı, indi də siz zədə aldınız. Yox, mən zədə aldım, o mənim öz günahımdır. Çoxdan idmanla məşğul olmağa imkan yoxdur. Bu yəqin onun səbəbləridir. Amma ki, komanda çox bizə qarşı çox böyük hörmətlə oynayır. Bizə nəzərə alır ki, biz mədəniyyətlə məşğul oluruq, xidmətçidir və bizi çox qoruyurlar, çox sağ olsunlar. Bəs bu oyunda kim yaxşı oynayır? Neftçi yoxsa siz? Mənə də gəlir tamaşaçılar bizdən yaxşı oynayır.
Sağ ol. Siz komandanın kapitanısınız da. Kapitan yoxdur elə. Kapitan yoxdur komandada. Boşçasına kapitanım. Kapitan yox. Bəs bu oyunda futbolçu kimi bu oyunda gol vura biləcəksiniz yoxsa yox? İnşallah əminəm ki, ikinci hissədə vuracağıq. Neftçi komandası haqqında nə deyə bilərsiniz? Yəni ki, onlar öz gücünü hələ ki göstərməyirlər. Centilmen oynayırlar, çobud oyun yoxdur. Dost kimi oynayırlar, amma çox professionaldır bizə nisbətən. Bəs kim qalib gələcək? İnşallah biz onlardan daha yaxşı oynayırıq bugün. Sağ olun, mütəyyətlər. Onlar getdi. Cavan müəllim, siz oyuna biraz geciktiniz və formanızı biraz dəyişik geyindiniz. Mən bilmədim ki, akası mənə deyiblər ki, bizə çəkmə verəcəklər Neftçinin futbolçuları. Gəldim bura gördüm ki, yox çəkmə də yox. Getdim gənə də evə. Oradan çıxartdım o görürsüz bax. Hələ butsu var, bax görürsüz. Maşallah indi girdim, maşallah formadayam. İndi çıxacağam, bir daha da gol vuracağam. Siz formanı biraz dəyişik geyindiniz. Necə? Dəyişik geyindiniz formanı. Yox, getdim o da yerimiz var da. Şortu deyirəm. Şortu. Şortu biraz dəyişik geyindiniz. Yox, düz geyinməlisiniz. Vay, onda gedim tez onu gedim. Неправильно? Хорошо, ничего, onu da düzəldəcəyəm. Məvəqqətlər. İnşallah hamısı düz olacaq. Nizami cəmaat baxır, yaxşıdır da, qoymaq. Yaxşı cəmaatın içində mən hardan edim, burada dursun çıxardım. Yox, belə şey olmaz. Yaxşı, onu belə eləyir. O maykanı belə eləyir. Sen oynamaya gelsin, interi vermeyeyim. Yok. Oynamaya gelsin, interi. Akarsa turşu bizim şeyim. Yaxşı yersin. Sağ ol. Onları da olan. Sağ ol. Bari vergen maşallah enler ve gülükleridir. Meydancıya arkadaş ait aydı. Asım müəllim, oyunda hakimlik çətindir, yoxsa oyun oynamaq, futbol oynamaq? Yox, futbol oynamaq yəqin ki asandır. Çünki futbol oyunu kollektiv oyundur. Amma hakimliyə gələndə hakim deməli oyunda bütün oyunu deməli nəzərdə saxlamalıdır və özür deyirəm, qayda-qanuna riayət etməlidir. Amma mən sizə deyim, bugünkü hakimliyə gələndə oradan yoldaşı görüşü, şovu görüşdü. Mən hakimlərə bu görüşdə məsələn hakim də lazımdır belə oyunda. Amma mən elə tamaşaçılar çox yığışır bugün. Bugün oradan da Azərbaycan Kubokunun mini futbol üzrə məsələn final oyunudur. Hakimlik barəsində soruşmaq siz hakimliyi siz görəcəksiniz mini futbolunu. Və sizin xoşunuza gəlir bu hakimlik? Yox, bu hakimlər gələndə doğrudan da futbol qızlar gəlir, futbolun qonaqlarıdır. Biz də nə deyək, əlimizdən gələni edirik ki, oyun yoldaşıq və özü istədiyim, bərabər səviyyədə keçdi. Bəs kim daha yaxşı oynayır bu oyunda? Neftçi yoxsa ulduzlar? Yox, mən deyərdim ulduzlar. Çünki bizim neftçi futbolçuları tanıyırlar, səhnədə görür, futbol mədəniyyətində görürlər, amma futbol ulduzları futbol oyunda görmürlər və özü istədiyim, tamaşaçılar həm də bu hədiyyə kimidir yeni ildə, həm də bizim futbol zərkeşlərinə. Və kim qalib gələcək? Mən hesabla heç yoxdur. Heç kim. Sağ olun. Baş məşqçi kimi. Kimdən? Nasbəri olmalıdır baş məşqçi. Nasbəri olmalıydı baş məşqçi. Bəs Nasbəri niyə gəlmir? Lider. Sizə arzu edirəm ki, həmişə lider olasınız. Özünüz görürsünüz ki, 3-2 hesabı ilə hələ ki biz qabaqdayıq. Cavan Zeynal, Fazas Fazas. Mən indi çıxacağım. İndi hesab 3-2-dir, bilmirəm nə, mən vuracağım, biz udacağıq. Çünki biz həmişə liderik. Mən Yasmin Korolevski gol должнsa biz. Korolevski должен gol. Səməd müəllim, bəs niyə 13 nömrəni seçdiniz? Gerd Müller
самый в свое время сильный игрок германской Баварии, сборной 13. Ve 13 nömrə mənə düşür. Müvəffəqiyyətlər düşünürəm. Məndə də 14'dür. Görürsən padrat gedirim. Məndə 14'dür. Artıq dəyişdiniz formanı. Mənə də 14 düşür. Formanı dəyişdiniz. Kimə 13 düşür, mənə 14. Dəyişdim, düzəltdim. Hamısı normaldır, öz qaydasında. Baxaq biraz futbola. Baxaq. Kapıda Abdülgani Nurmehmetov kalıyor. Artık bu bir sonraki belgedir. Zerre tekrar olmalı. Hesap sınıf değiştir. Esnaf uzmanı ellik bulundurlar. Her şey bu zerreden asılıdır. Asim. Rahmet eylesin, dostları yapsına daha bir gelmeden ısrar edilir.
Maşallah, maşallah. 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 Sen Canan, siz nəinki ilk dəqiqədən sonuncu dəqiqəyə kimi meydanda oldunuz, hətta sonuncu topu da vurdunuz. Sizcə böyük futbola qayıtmaq sizin fikriniz var yoxsa yox? İcazə versələr qaydardım. Ama son dəqiqəyə görə mən o polada olduğuma görə, mən həmişə polada olmuşam. Zamiyyədə olmamışam. Ona görə mən istəyirəm ki, başlayarım polada olum. Mən polada olanda maraqlı olur ona görə. Bəs böyük futbola qayıtmaq fikriniz var? Bəli, bu yaxında qayıdacağım. Müvəffəqiyyətlər, sağ olun. Müəllim. Eldar müəllim, oyun haqqında nə deyə bilərsiniz və nəticədən razı qaldınız yoxsa yox? Nəticə birinci udmalı idi. Biz də yazımız gəldi. Yaxşı dövrdə, hörmətli adamlar. Yəni, onlar peşəkardır, bizlərə də. Hatta oyun xoşumuza gəldi. Yatılışlar, Neftçinin oyunu sizin xoşunuza gəldi? Bu Neftçinin oyunu xoşuma gəldi. Təzənki yox. Sağ olun.
Просьба. Извините, отдайте он соберет. Хорошо? Спасибо вам всем. Спасибо вам. Я извиняюсь, честь организатора Behram и Ceyhun'a. Gipki! Ура! Gipki! Ура! Gipki! Ура! Al bu, bu işte